Ay mənə. Sen hiç bunu koy. Yok o Lale'ye ait olan koyun da çünkü Lale zarı göre elmanı zəncələməni istəyirəm. Yox. Sən düşün, saç tutur. Mən batırım seni, sən batmırsan. İstəmirəm, belə ataqlara. Yəni, sən nə istəyən, Sevin? İstəyirəm, Elman mənə zəng eləsin. Qızımıza ait problem var, onu deyim. Yəni, onun köməyi lazımdır, Elman. İndi, sevgi, məhəbbət şey deyil, axı bu. Mən o heç yadına salmıram, mən ölçüsündəyim. Bir təhər çıxır, axı bunu qoyanda YouTube-a. Laylazar deyir ki, bacısı qulaq asır, deyir ki, Əhmədova Sevinç qoyub YouTube-da açıb, mama oradan baxırıq. Ona görə bir yaxında o gün gələndə dedi, 3 gün qabaq. İndi mən də istəyərdim ki, Elmanı demişəm, zəng eləsin, hələ eləməyib, nə vaxt demişəm? 2 gün qabaq. İndi səhər durmuşam, deyirsən ki, belə edirsən, mələ. Söndür. Söndür. Sevinç, o sənə zəng eləməsə, o cənnətə girəməyəcək. Deyirsən, bas. Bas. Onları Allah belə istəyirsən, saçdır.
Bir danışmıyorsan qulaq. Aha. Bu mahnına nə vaxt qoşmuşdun? Bu mahnını Elmana rast gəlməmişdən təxminən bir ay qabaq Razin bazarına getmişdim. Orada ürəyimdə bu mahnı oxuyurdu. Yəni heç yerdə olmayan mahnı. Onu tanımırdım da elə bil. Gəldim evə. O elə bütün yolu o ürəyimdə oxudu o mahnı. Oldu mənim mahnım. Bir ay sonra da ona rast gəldim. Ya belə. Söndür, koy YouTube'a. Allah elə istəyirsən, söndür, koy YouTube'a. Facebook'da paylaş.